İranda hakimiyyət Sepahın əlinə keçib. Belə ki, İranda hakimiyyətin faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinin əlində olduğu iddia olunur. Global Net xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentlik yazır ki, ölkədə artıq vahid və mübahisəsiz dini lider mərkəzi mövcud deyil. Məlumata görə müharibənin ilk günündə Ayətullah Əli Xameneyinin öldürülməsi və onun yaralı oğlu Müçtəba Xameneyinin ön plana çıxması Sepah komandirlərinin üstünlük təşkil etdiyi yeni bir nizamın yaranmasına səbəb olub. Nəşrlə söhbətində analitiklər qeyd edib ki, Müçtəba Xameney rəsmi olaraq sistemin başında dursa da, onun rolu daha çox generallar tərəfindən qəbul edilən qərarların qanuniləşdirilməsindən ibarətdir. Hazırda ölkənin hərbi strategiyası və mühüm siyasi qərarları tamamilə Sepahın nəzarətində olan dar və mühafizəkar dairə tərəfindən idarə olunur. Hətta Birləşmiş Ştatlar ilə aparılan diplomatik danışıqlarda Xarici İşlər Naziri Seyid Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqir Qalibov iştirak etsə də, əsas söz sahibinin Sepah komandiri Əhməd Vahidi olduğu bildirilir. Məhz Vahidinin atəşkəs elan olunan gecə danışıqlarda həlledici rol oynadığı da vurğulanır. Qeyd eləyək ki, bir müddət əvvəl İran ordusu müharibənin başa çatması ilə bağlı rəsmi bəyanat yaymışdı.